Bu dəfə sizinlə toyuq ayaqları sınayacağıq. Bunu mən Çindən almışam. Xahiş edirəm bu dəfə deyə kommentlər yazmayın. Çünki bilirəm ki, Azərbaycanın bəzi bölgələrində bu toyuq ayaqları bəhbəhlə yeyilir. Hər bir insana öyrəşdiyi şeylər normal gəlir. Bizim evdə heç bir zaman toyuq ayağı bişirilməyib deyə mənim üçün çox qeyri-adi bir yemək idi. Amma Ağarzanın anasıgil tərəfdə bu toyuq ayaqları bəhbəhlə yeyilir. Bir dəfə görüb şoka düşmüşdüm. Mən bunu yeyərkən əməlli əziyyət çəkdim. Amma bu toyuq ayaqları insan orqanizminə necə faydalıymış heç bilirdiniz? Belə ki, bu toyuq ayaqlarında kollagen çoxdur. Dəriyə, saça, dırnağa əla təsir edir. Sümüklər və oynaq sağlamlığı üçün faydalıdır. Tərkibində zülal və minerallar çoxdur. Sinir sisteminə də faydası çoxdur. Amma